Real'ı izləyirsiniz. Hazırda biz Bakı Beynəlxalq 11-ci kitab sərgisinin açılış mərasimindəyik və bu 11-ci kitab sərgisinin digərlərindən ən vacib əhəmiyyətli fərqi bundan ibarətdir ki, bura eyni zamanda regionun ən böyük kitab sərgisi sayılır. Burada 20-dən artıq əcnəbi ölkənin yazıçıları çıxış edəcəklər və bu 1-7 oktyabr tarixlərində davam edən sərgidə eyni zamanda 120 yerli nəşriyyat, poliqrafiya və həmçinin kitab müəssisələri iştirak edirlər və kitab sənəti ilə məşğul olan müəssisələrin iştirakı nəzərdə tutulub. Bir şey də qeyd eləməliyəm ki, bu sərgi ayın 7-sinə qədər davam elədiyi müddətdə bu əraziyə gəlmək üçün xüsusi avtobus marşrutlarının təşkili də nəzərdə tutulub. Mənim yanımda hazırda Mədəniyyət Nazirliyinin Kitab Sənayesi Şöbəsinin müdiri Vasif Qurbanzadə dayanıb və istəyərdim ki, ondan bu təşkilati məsələlərlə bağlı ən vacib məqamları öyrənək. Buyurun Vasif bəy. Mən də bütün tamaşaçılarımızı salamlayıram və hər birisini burada görməyi arzulayırıq. Bildiyiniz kimi bugün saat 11-dən etibarən Bakı Expo Mərkəzdə 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb. Oktyabr ayının 7-sinə kimi səhər saat 10-dan axşam saat 19:00-a kimi dünyanın 23 ölkəsindən 68 xarici təşkilat, eləcə də 120-dən artıq yerli nəşriyyat, poliqrafiya müəssisəsi və kitab sənəti ilə məşğul olan digər şirkətlər iştirak edir. Onlar öz kitablarını, yeni nəşrlərini təqdim edirlər. Bu sahədə bildiyiniz kimi kifayət qədər hal-hazırda özünüzün də gördüyünüz kimi müəyyən səpkili tədbirlər, bu istər təqdimat zonalarında, istər konferans zallarında, istərsə də stendlərdə bu tədbirləri siz özünüz burada şahidi olursunuz. Təbii ki, bizim hal-hazırda bu kitab sərgisində günorta saatları olmasına baxmayaraq insanlarımızın nə qədər belə coşqu ilə Bakı Expo mərkəzinə axışmasını müşahidə edirik. Bunların hamısı Azərbaycan insanının, Azərbaycan oxucusunun kitaba olan marağından, kitaba olan münasibətindən irəli gəlir. Diqqətimi çəkən bir məqam var idi. Qardaş Türkiyədən gələnlərin, yəni buradakı iştirak edən müəssisələrin sayı digərlərinə nəzərən bir qədər daha çox kimi göründü mənə və bu biraz sevindirici hala kimi diqqətimi çəkdi. Özləri də yaxınlaşdılar və bunun detalları barədə istəyərdim məlumat verək. Məsələn, ziyarətçilər daha çox hansı stendlərə müraciət edirlər? İnsanların diqqətini cəlb edirmi? Məsələn, bayaq burada Latın Amerikasından olan rəqqasların çıxışını izlədik. Çox əyləncəli bir viktorina kimi görünür. Bəli, ümumiyyətlə bizim oxucular istər yerli stendlərə, istərsə də beynəlxalq zal bilirsiniz, bu il ilk dəfə olaraq Azərbaycanda beynəlxalq kitab sərgisi dünya beynəlxalq təcrübəyə əsaslanaraq iki sərgi salonunda fəaliyyət göstərir. Biri yerli iştirakçılar, biri isə xarici iştirakçılar. Xarici iştirakçılar üçün olan şöbə hansı istiqamətdə idi? Onu biz izləyicilərə də göstərərdik. Xarici deməli iştirakçılar üçün olan hissə fayədən əsas zala daxil olarkən yerli iştirakçılardır və iki qapı, iki istiqamətdə beynəlxalq zala keçid olunur. Beynəlxalq zalda bildiyiniz kimi hal-hazırda 68 təşkilat hal-hazırda öz deməli fəaliyyətini göstərir. George Bing burada fəxri qonaq. İngiltərənin məşhur yazıçısı, dünya şöhrətli George Bing bu il fəxri yazardı. Ondan başqa dünyanın 20-yə yaxın yazıçısı bu ilki sərgimizə qatılacaq. Onlar müxtəlif günlərdə, müxtəlif saatlarda onların təqdimatları, görüşləri planlaşdırılıb. Bildiyiniz kimi sərginin fəxri qonağı Qətər dövlətidir. Onlar da çox geniş tərkibli bir heyətlə iştirak edirlər. Amma Qətərdən başqa bizim özünüzün də vurğuladığınız kimi Türkiyənin iştirakı və xüsusi geniş şəkildə öz digər deməli Türkiyə dövlət olaraq və bir neçə nəşriyyat poliqrafiya şirkəti olaraq bugün kitab sərgisində iştirak edirlər. Çinin iştirakı var, Gürcüstanın iştirakı var, İranın iştirakı var və Rusiyanın iştirakı var və eləcə də bir çox ki, bu
bu həm də ittifaq xarakterli bir sərgidir. Çünki dövlətlərarası münasibəti də yaxşı əsr edir. Arası münasibətlərin formalaşdırılmasında düşünürəm ki, mədəniyyət tədbirlərinin xüsusi rolu var və bu sahədə də kitab işinin, kitab prosesinin müştərək belə deyək, mənəvi mənfəətlər üzərindən qurulması çox gözəldir. Burada da gördüyünüz kimi istər beynəlxalq zaldakı iştirakçıların, istər yerli zaldakı... Beynəlxalq zalı deyək, onu da qeyd edeyim. Gördüyünüz Türkiyə stendidir və bu stenddə yazıçıların öz kitablarını imzalanması üçün müəyyən şərait yaradılıb və eyni zamanda oxucuların da rahat-rahat gəlişə bilməsi üçün hər bir şərait var. Ondan başqa bizim bu il ilk dəfə olaraq imza zonamız ayrıdır. Məsələn, təqdimat keçirən yazıcı, şair, kitab müəllifi təqdimatını keçirdikdən sonra imza zonasına yaxınlaşa bilir və o imza zonasında öz oxucuları üçün kitabları imzalaya bilir. Tədbirin gedişatına heç bir problem yaratmır. Bu tədbirlərin gedişinə yox, tədbirlərin gedişinə heç bir problem bir günə 30-dan artıq tədbir düşür səbəbsə. Bir günə 30-dan artıq tədbir düşür və bundan başqa məsələn indi beynəlxalq zalda özünüz şahidi olacaqsınız ki, bir əməkdaşlıq zonası yaradılıb. Bu əməkdaşlıq zonasında bizim yerli və xarici deməli iştirakçılar öz ticari fəaliyyətlərini inkişaf etdirmək üçün, bu ticari münasibətləri intensivləşdirmək üçün orada işgüzar görüşlər keçirə bilərlər. Biz hazırda həmin zonaya doğru gedirik. İndi hal-hazırda biz Üzeyir Hacıbəyov təqdimat zonasının qarşısındayıq və gördüyünüz kimi burada da panel təşkil olunub. Bəli, bir panel tədbir gedir. İzləyicilərimiz hazırda bu panelin gedişatını görürlər. Mən sizə istəyərdim. Və ümumiyyətlə eyni zamanda Türk xalqlarının mədəni birliyini göstərən lövhələr də sizə göstərir. Bundan başqa eyni zamanda tək Expo mərkəzinin təqdimat zonalarında eyni zamanda 3 tədbir gedir hal-hazırda. Bəli, bundan başqa konferans salonunda tədbir gedir. Eləcə də stendlərdə xüsusi hər bir nəşriyyatın özünün tədbir təşkil etməsi mümkündür ki, özünüz də şahid olduğunuz kimi bəzilərində o tədbirlər gedir. İndi biz həmin hazırda Kolumbiya Mədəniyyət Həftəsinin Azərbaycanda keçirilmə mərasiminə şahid oluruq və burada bir neçəsinin adı yazılıb. Martin Jersik Duran və Andrea Salgado Cordano və Omar Adolfo Arango. Yəqin ki, burada onların eyni zamanda kitabları da qoyulub ki, imzalanma mərasimi keçirilsin. Özləri iştirak edərmi, eləməzmi, onların şəxsi zövqü. Əlbəttə, bizim konkret qeydiyyatımıza düşən 20-yə yaxın yazıçıdır. Amma ola bilər ki, öz təşəbbüsü ilə gəlmək istəyən olar. Biz təbii ki, Azərbaycan xalqı qonaqpərvər xalqdır. Biz dövlət olaraq da qonaqpərvərik və onlara qapımız açıqdır və bu təcrübədə də mümkündür belə şeylər ki, gəlirlər. Bax, gördüyünüz burada illüstrasiya divarı var. Bunu keçən dəfəki reportajımızda qeyd eləmişdik, sözü gedən. Eyni zamanda mənim dediyim o əməkdaşlıq zonası ki, demişdik, əməkdaşlıq bizim yerli nəşriyyatlarla xarici nəşriyyatların görüşməsi, fikir mübadiləsi aparması, işgüzar söhbətlər, işgüzar müzakirələr aparması üçün burada belə bir şərait yaradılıb və özünüz də gördüyünüz kimi hal-hazırda belə müzakirələr gedir. Burada isə səhv eləmirəmsə Rusiya zonasıdır, bəli. Həm də məlumat lövhəsi kimi QR kodu. Bəli, QR kodu da var, bəli. Rahat olmalı, hər bir şəxs məlumat əldə edə bilsin. Düşünürəm, yetərincə dolğun məlumatlar verdiniz Vasif bəy. Təşəkkür edirəm sizə. Siz sağ olun. Bir daha qeyd eləmək istəyirəm ki, mənim yanımda hazırda Mədəniyyət Nazirliyinin Kitab Sənayesi Şöbəsinin müdiri Vasif Qurbanzadə idi və biz onunla bu sərginin bir qədər təşkilati tərəflərini qeyd etdik. Amma bir məsələni də vurğulayım ki, bu sərgiyə gəlmək üçün ən vacib məsələ Expo mərkəzinə gəlmək üçün təşkil olunan ekspres avtobuslardır və bu avtobuslarla bağlı bir neçə kəlmə desəydiniz, onunla da biz yayımımızı yekunlaşdırarıq. Bildiyiniz kimi şəhərimizin 3 nöqtəsindən 28 may metrosu, Elmira Akademiyası metrosu və Koroğlu metrosunun da olan nöqtələrdən hər yarım saatdan bir Bakı Expo mərkəzinə ödənişsiz əsaslarla avtobus reysləri təşkil olunub
bu gün ərzində davam edir. Eyni zamanda arzulayan iştirakçılar, arzulayan bizim qonaqlarımız öz şəxsi maşınları ilə də gələ bilərlər ki, burada parkinq mövcuddur. Biz arzuluyuruq ki, daha çox avtobuslarla gəlsinlər. Ödənişsiz. Bəli, ödənişsizdir. Şəhərimizin istənilən bir nöqtəsindən yaxınlaşa bilərlər. 28 Elmlər Akademiyası və Koroğlu metrosunda bizim avtobuslarımız yarım saatdan bir Bakı Ekspo mərkəzinə gəlir və ondan rahat şəkildə gələ bilərlər və sərgidə iştirak edə bilərlər. Minnətdaram. Qeyd edeyim ki, biz 11-ci Bakı Beynəlxalq Kitab sərgisindəyik. Bu sərginin beynəlxalq adlandırılmasının bir nömrəli səbəbi regionun ən böyük kitab sərgisi olmasıdır və hazırda 22 ölkədən 64-dən çox kitab təşkilatı, o cümlədən də Azərbaycanın 120 kitab nəşriyyatı, poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisələrinin buradakı iştirakı nəzərdə tutulub və hazırda da tədbir davam edir. 1-7 oktyabr tarixlərində istənilən ziyarətçi rahatlıqla bu əraziyə gələrək Bakı Ekspo mərkəzində kitab sərgisində istədiyi kitabı uyğun münasib qiymətə, endirimli qiymətə də əldə edə bilər. Bu eyni zamanda Azərbaycanın siyasi və iqtisadi əhəmiyyətini bir daha göstərən bir sərgidir. Özünüzdən müğayət olun, Realı izləməyə davam edin.